Joanne Rowling 1965-ci ildə İngiltərədə anadan oldu. Beynəlxalq Amnistiya Təşkilatında tərcüməçi kimi çalışırdı. 1990-cı ildə qatarla Manchesterdən Londona gedərkən onun ağlına Harry Potter adlı oğlan haqqında roman yazmaq fikri gəldi. Hər gün Filin Evi adlı kafesində oturaraq romanın qəhrəmanlarını düşünürdü. 1997-ci ildə romanın ilk hissəsini dərc etdirdi. Harry Potter və Fəlsəfi Daş adlı roman böyük uğur qazandı. Sonra Joanne başqa hissələri də yazmağa başladı. 5 il ərzində o, multimilyoner bir qadına çevrildi. 2007-ci ildə Time jurnalı onu ilin adamı seçdi. Hal-hazırda 61 yaşı var. Londonun qərbində yerləşən malikanəsində yaşayır. Xeyriyyə işlərlə məşğul olur. O çox məşhurdur.